Səməd Vurğun, Vaqif, orijinal, 3-cü pərdə, 5-ci şəkil. İzah Vüqar Hüseynov. Səhər yenicə açılır. Ordugah, uca bir təpə. Təpənin başında Şah Qaycarın çadırı. Onun ətrafında başqa çadırlar görünür. At kişnəmələri, insan səsləri eşidilir. Qaycar yuxudadır. Sağ tərəfdəki çadırdan Tamaranın kədərli şərqisi eşidilir. Tamara. Ayrı düşdü tərlan könlüm öz mehriban yuvasından, göy üzünün durnaları deyin vətən havasından. Bir dustağam, qolum bağlı, bir qəribəm, sinəm dağlı, bir xəstəyəm, qəm otaqlı, ürəyimin yarasından. Qapıçı. Cana yanğın salır əsrin səsi, bu ana fəryadı, qadın naləsi. Anasız ağlaşır körpə balalar, bir ad alacaqmış Məhəmməd Qacar. Yoxmuş bu zalımda vicdandan əsər, İranda qalmadı sağlam nəsillər. Dondu cəbhələrdə laxta-laxta qan, bu yenə doymadı içdiyi qandan. Tamara. Külək əsər, gül bükülər, könül yanar, can sökülər. Gecə gündüz yaş tökülər, gözlərimin qarasından. Bayaq ki, qafiyəsini ardın gətirir. Ürəyimin yarasından, deyin vətən havasından, gözlərimin qarasından. Qacar yuxudan oyanaraq çadırın önünə gəlir. Qacar məğrur bir tövr ilə. Yenə gürcü qızı dərdə qərq olmuş. Qapıçı. Şahim, sevinməz ki qəfəsdəki quş. Görünür yazığın qəlbi qırıqdır. Hər sözü bir nalə, bir hıçqırıqdır. Qacar kinayəli. Sənin də çox yanır ona ürəyin. Qapıçı. Yox şahim, hökmüdür bu da fələyin. Qacar Tamaranı qucaqlayır və sonra hiddətlə itələyərək deyirlər şirindir bu sənin dadı, o da kör bəxtimə qismət olmadı. Burada məsələ nədən gedir? Qacarı vaxtı ikən axtalayıblar. Yəni ki, onun belə deyək, nəsil artırmasının qarşısını alıblar. Və ona görə də Tamaranı qucaqlayır, sonra itələyir ki, yəni şirindir də o bu sənin dadı, amma mənə qismət olmadı o cür şeyləri dadmaq. Qapıçıya. Haydi get vəziri yanıma çağır. Qapıçı gedir, Qacar qızaran üfüqlərə göz gəzdirir. Yenə də göylərdən od alov yağır, bizə həyat verən günəş də qandır. Dünya qan üstündə bir xanimandır. Başıma ildırım töksə də fələk, qanlı qılıncımla hökmədəm gərək. Sonsuz dənizlərə, sonsuz çöllərə, qoy qanla sulansın hər susuz dərə. Qoy qana boyansın güllər, çiçəklər, yalnız qan qoxusun əsən küləklər. Mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Vəzir gəlir, ehtiramla baş əyir, əli ilə düzləri göstərir, yaltaqlanaraq vəzir. Şahim, nə gözəldir bu çiçəkli yaz. Qacar. Vəzir, sözlərimə yaxşı qulaq as. Yana od içində yanır bədənim, dağlar ağırlıqda dərdim var mənim. Vəzir. Yaraşmır bədbinlik sizə. Şeytan mı görünür gözlərinizə? Qacar. Tutaq ki, məşriqdən məğribə qədər. Şırıqı, qırıbı, şərqdən qərbə qədər. Mənə xarac verdi bütün ölkələr. Nə olsun, bədbəxtəm, inan. Tutaq ki, İldırım, Teymur, Çingiz xan, hamısı mənəmmiş. Nə olsun sonu? Duyuram dünyanın boş olduğunu. İldırım Bəyaziddən söhbət gedir, Teymur Lənk, Çingiz xan. Yəni, lap onların səviyyəsinə çatdım. Nə olsun ha? Sonra, yəni bunun nə mənası var bunun? Yoxdur vəliəhdim, bir sonsuzam mən, nə qədər küskünəm kör taleyimdən. Vəzir. Şahim, bu düzlərə, çöllərə bir bax, komadan komaya qanad çalaraq, şərqilər oxuyan xınalı kəklik, sizi qarşılayan güllük, çiçəklik, deyir, xoş buyurmuş böyük hökmüdar. Qacar. Vəzir, bu sözlərin nə mənası var? Vəzir, dedim ki, qəlbiniz yumşalsın biraz. Yəni, Qacarı biraz təsəlli vermək mənasında deyir ki, gör bu çöllərə bax, düzlərə bax, şərqilər oxuyan, xınalı kəklik, bunlar hamısı deyir ki, nə xoş buyurmuş böyük hökmdar. Yəni, sən buraların hökmdarısan, baxmayaraq ki, sənin belə bir dərdin var. Qacar deyir ki, bunların nə mənası var? Deyir ki, dedim biraz qəlbin yumşalsın. Əslində, yəni təsəlli vermək mənasında deyir. Deyir, qəlbin yumşalsın. Qacar da deyir ki, qəlbin yumşalması lazım deyil bizə. Qacar
Vəzir, gülürsünüz. Qacar, bizə yaraşmaz qılınc meydanında kəklik ovlamaq. Bir bax, qılıncımda qanlara bir bax. Min mələk uçsa da gülümsəyərək, gərək yumşalmasın cəbhədə ürək. Vəzir, buyruq sizinkidir, o məşhur şablon ifadəsini deyir. Buyruq sizinkidir, adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Qacar, xeyr, fəzilətdən dəm vurma vəzir. Dayan bir qul kimi əmrə müntəzir. Bil ki, balıq qədər qanım soyuqdur, min vəz eləsən də mənası yoxdur. Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin. Yəni ki, bütün insanlığın kökünü kəsərdim. Vəzir, buyruq sizinkidir, adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Qacar, məni uşaq vaxtı axtaladılar. Üzüldüm dünyanın hər nemətindən, qisas almalıyam bu dünyadan mən. Vəzir, şahim, olmasa da vəliəhdiniz, İran torpağına hakimsiniz siz. Şikayət etməyin taleyinizdən, oğlunuz, qızınız deyilmi vətən? Qacar, kinayəli, vətən, vətən, çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən. Çox da tərifləmə mənə vətəni. Bu qılınc olmasa yeyərlər məni. Vəzir, indi nələr keçir ürəyinizdən? Tiflisi yandırdıq, oda qaladıq. Bütün ellərini soyub taladıq. Yenə də hirsiniz soyumadı mı? Qacar, dünya tanımamış hələ adımı. Gərək qan altında qalsın bu dağlar, bağlansın qapılar, sönsün ocaqlar. Könüllər ayrılsın sirdaşlarından, çaylar yaradılsın göz yaşlarından. Buraları oxuyarkən elə təəssürat yaranır ki, yəni Səmədoğlu elə verir ki, Qacarı. Yəni bu bölgədə olan lokal proseslər və yaxud da dünyada olan qlobal proseslər, iqtisadi, siyasi vəziyyət, ərazi bölgüsü, bunlar heç biri əhəmiyyətli deyil də Qacar üçün. Qacar bir dənə deyir ki, qan, nə qədər bacararam, çoxlu qan axıdım. Yəni başqa heç bir məqsəd yoxdur, yəni dövlət məqsədi. Sırf belə deyək, öz intiqamını almağa çalışır insanlıqdan, dünyadan, insanlardan. Deyir ki, nə qədər bacararam, o qədər çox qan axıtmalıyam. Vəzir, şahim, vicdanınız sonra ağrıyar. Burada da vəzir vicdan söhbətini açır, İbrahim xanın vəziri kimi. Qacar, kinayəli, vicdan, o nə məndə, nə də səndə var. Gəlib çıxmadı mı bizim elçilər? Onlar axı İbrahim xana xəbər göndərmişlər də. Qacar xəbər göndərmişdi. İndi o elçiləri gözləyir ki, gəlib çıxmadı mı? Vəzir, xeyr, Qarabağdan yoxdur bir xəbər. Deyirlər Arifdir o İbrahim xan. Deyirlər dərs alır Molla Pənahdan. Molla Pənah. Qacar deyir, o kimdir? Vəzir, şairdir. Ləqəbi Vaqif. Yaranmış deyirlər hər elmə vaqif. Birin xüsusi isim kimi işlədib Səmədoğlu burada Vaqifin. Birində sifət kimi. Deyir, şairdir ləqəbi Vaqif, yaranmış deyirlər hər elmə vaqif. Qacar, yox bir patavalı, çoban bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. İndi buna fikir verin. Bunu kim deyir? Qacar deyir. Burada Qacar deyir. Birinci dəfə Qacar deyir və bunu Vaqifə demir. Öz vəzirinə deyir. Öz vəzirinə deyir ki, yox bir patavalı, çoban bir ölkə, böyük firdovsilər yaratdı bəlkə. İndi bu burada qalsın. Bu ifadə ilə bir daha rastlaşacağıq. Vəzir, qorxa-qorxa. Şahim, siz özünüz Azərbaycanlı, deməli bu Azərbaycanı belə həqarətlə danışır ki, yox bir Azərbaycanlılar böyük firdovsilər yaratdı. Vəzir də axı siz Azərbaycanlı. Qacar, nə? Mən çoxdandır atmışam onu üstümdən. Azərbaycanlılığımdan əl çəkmişəm. Bu da bizim keçəcəyimiz Xurşidbanu Natəvan əsərini xatırladır bizə. Vəzir çox belə düşünüb daşınıb yeni bir ifadə tapır. Buyruq sizinkidir, adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Qacar qapçıya, yoxlayın hardasa əsir gürcülər, gəlsin vuruşmağa o 2 nəfər, sərkərdə daxil olaraq. Şahim, qayıtmışdır bizim elçilər. Elçilər gəlir, şahın hüzurunda baş əydikdən sonra cavab məktubunu şaha verirlər. Qacar məktubu vəzirə verərək, oxu gör nə yazır Qarabağ xanım. Vəzir məktubu açaraq heyrətlə, şahim, bu ki şeirdir, bəs cavab hanı? Qacar, oxu, deyirdin ki, şairləri var. Yəqin ki, cavabı
mənzum yazmışlar. Nəzmlə yazıblar da, yəqin cavabı şeir kimi görürsən, yəqin elə cavab özüdür o şeir. Vəzir həyəcanla oxuyur. Aldıq məktubunu Məhəmməd Qacar. Tərlan oylağında sar ola bilməz. Sar yırtıcı quşdur. Tərlanların oylağında sar ola bilməz. Düzdür, tərlan da yırtıcı quşdur, amma ümumiyyətlə bu Azərbaycan həm şifahi ədəbiyyatında, həm folklorunda tərlanla sar çox vaxt belə qarşılaşdırılır. Sarı pis mənada düşünün, elə leşləyən bir quş kimi, tərlanı isə gözəl, qüvvətli, güclü bir quş kimi. Yəni sar mənfi çaları ifadə edir. Burada tərlan oylağında sar ola bilməz. Qacar hiddətlə sar ola bilməz. Təkrarlayır həmin ifadəni. Bilir ki, yəni sar söhbət kimdən gedir də, Qacar bilir. Vəzir, bu dünya qalmamış ulu şahlara, zülm də, zalım da var ola bilməz. Burada qafiyə budur. Var, sar. Qacar bunu da təkrarlayır. Var ola bilməz. Vəzir, göydən başımıza odlar da yağsa, bu ellər baş əyib xar ola bilməz. Mayan turş ayrandır, zatın qırıqdır, söyüd ağacında bar ola bilməz. Yəni Qacar axı dedik, onu axtalayıblar, övladı ola bilməz. Söyüd də meyvə verməyən bir ağacdır. Yəni sən söyüd ağacsansa, sənin barın ola bilməz. Basma ayağını bizim torpağa, ilandan, əqrəbdən yar ola bilməz. Qacar son dərəcə hiddətlə. Aha, cürətə bax, cəsarətə bax. Vəzir, de necədir kəklik ovlamaq? Xəbərdar eləyin sərkərdələri, hücuma toplasın bütün əskəri. Gürlasın dağlarda şeypurun səsi, sabah alınmalı Şuşa qərəsi. 2 nəfər gürcünü gətirirlər. Vəzir, şahim, gürcülərdir. Qacar, əsir gürcülər, sabah bu dağlara gün doğan zaman asılacaqsınız dar ağacından. Soyunun, vuruşun, şərtim var yalnız, soysun dərinizi, dırnaqlarınız. Görünsün gözümə qıpqırmızı ət, qoy alsın ürəyim bir yeni qüvvət. Sabah hücum vardır. Tez olun, döyüşdə sağ qalan bir nəfər azad olacaqdır. Deməli, deyir ki, siz bir-birinizlə döyüşün, kim o birisini öldürsə o sağ qalacaq. O birisini öldürəndə azad kim o birisini öldürsə, sağ qalsa azad olacaq o. Onu azad edəcəm. Və bu gürcülər də qardaş imiş, heç bunu bilmir Qacar. Şaliko, şahim Qacar, müxtəsər. Şaliko, şahim biz qardaşıq, birdir qanımız, birdir vicdanımız, birdir canımız. Qacar, necə qardaşsınız? Gürcülər, bəli. İndi burada da düşünmək olar ki, o necə ki, Müsibət Fəxrəddin Rüstəm bəy Fəxrəddinin yaxşı insan olmasını, vətəni, milləti üçün xeyirli insan olmasını eşidəndə ilk baxışdan tamaşaçıda və ya oxucuda belə bir proqnoz yaranır ki, yəqin deyəcək ki, hə, bu cür gözəl insanı məhv eləmək olmaz da. Amma sonra deyir ki, lap yaxşılar, daha da yaxşı. Nə qədər oğlumun qanına, Rəşidin qanına layiqli qan olsa, o qədər yaxşıdır mənim üçün. Eyni ilə burada da Qacar ilk baxışdan düşünmək olar ki, deyər ki, siz qardaş imişsiniz, qardaşı qardaşa necə döyüşdürmək olar. Amma burada da Rüstəm bəy kimi əksinə bir şey olur, daha da sevinir. Deyir ki, vəzir, bax, bu oyun doğrudan ləzzət olacaq. Yəni, onların qardaş olması Qacarı daha da sevindirir ki, qardaşla qardaş indi döyüşsün, kimsə o birisini öldürsün. Vəzir, bu baxımdan yenə başqa bir əsəri xatırlatdı bizə, İblisi. Orada da qardaşla qardaşın döyüşməsi var idi, dueli var idi daha doğrusu. Vəzir, buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Qacar, tez olun vuruşun. Şaliko, gəl qardaşım, gəl. Onsuz da qapını açmışdır əcəl. Gəl məni parçala öz əllərinlə, sonra baş götürüb dön bir ağ yelə. Qayıt evimizə gözləyir anan, bari kör olmasın o ağlamaqdan. Sən qayıt qardaşım, bari yaşa sən, mən ölsəm də ölüm, sən son beşiksən. Gürcülər soyunub vuruşmaq istərkən, kiçik gürcü, qolum qalxmayır. Deməli, Şaliko deyir ki, madem birimiz o birimizi öldürməliyik, mən ölən tərəf olmağı seçirəm, razıyam buna, sən gəl məni öldür. Heç olmasa birimiz sağ çıxar da, sən get yaşa, heç olmasa anamıza qovuşsan və sən son beşiksən.
Kiçik Gürcü də təbii ki, e, bunu eləyəcək qədər mənfi bir tonda verilməyib burada. Müsbət obrazlardır Gürcülər və bunu eləyə bilmir təbii ki. Və Tamara çadırdan çıxır, Gürcülərin arasına atılır, qollarını açaraq şaha tərəf baxır, sükut, Qacarın vəhşi qəhqəhələri. Burada nəsə olmalıdır ki, bu qardaşlar və Tamara xilas olsun. Bu an arxada orduda üsyan qalxır. Bir nəfər əskər yürüyərək Qacarın qarşısında durur. Əskər, bəsdir, vuruşmaqdan yorulduq daha. Bari kör vicdanın baxsın Allaha. Arvad uşağımız İranda acdır. Bir parça çörəyə, suya möhtacdır. Bəsdir, bir doymadın içdiyin qandan. Qacar qılıncını çıxarır. Xain, sən orduya fitnə salırsan. Qılınc davası qopur. Vuruşa-vuruşa arxaya çəkilirlər. Səhnədə yalnız qapıçı və gürcülər qalır. Yəni, bu Qacar da şah olsa da elə hər gələn gedəndən özü yəni necə əskər gəlir ki, bəsdir daha durur başlayır onunla qılınclaşmağa. Sonra vidayda ona nəsə deyirdi ki, hə, bax görürsən mən düz deyirdim. Hesabat verir sanki. Və düzdür. Bir məsələ var ki, indi onlar İranda öz sarayında deyil. Belə çöl yerindədirlər. Səfərdədirlər. Amma yenə də indi Qacar hər gələn əskərlə şahdır da durub qılıncla ona döyüşə getməsi hər halda bu Gürcülərin orada qaçması üçün hesablanmış bir sujet xəttidir. Qılınc davası qopur, vuruşa-vuruşa arxaya çəkilirlər. Səhnədə yalnız qapıçı və gürcülər qalır. Qapıçı: "Di qaçın, tez qaçın, indi fürsət var. Odur bax, hazırdır yəhərli atlar. Sabah olarsınız doğma vətəndə." Tamara: "Çox sağ ol qardaşım, sonra qaç sən də." Gürcülər qaçırlar. Qapıçı Qacarın arxasınca kinlə baxaraq: "Elə zənn etmə ki, qapıçınam mən. Biraz seçilirəm nökərlərindən. Fürsət axtarıram, gələr bir zaman, doyunca içərəm sənin qanından." Və həqiqətən də dediyi kimi də olur. Elə bir fürsət gəlir sonda. Və burada 5-ci şəkil bitir. 6-cı şəkil. Qarabağ. Qalın meşəli bir dağ. Dağ başında qala görünür. Meşənin ətəyində Eldarın dəstəsi. Bəziləri ayaq üstə, bəziləri də oturub söhbət edirlər. Ocaq tüstülənir. Bir ağacdan soyulmuş toğlu asılmışdır. Kürd Musa bayat oxuyur. Qərənfiləm qələmsiz, qərarım yoxdur sənsiz. Yorğanına od düşsün, necə yatırsan mənsiz. Ceyranam düzə gəlləm, otdaram düzə gəlləm. 100 il qəzəmət çəksəm, qurtarsam sizə gəlləm. 2-ci qaçaq. Can, can qurban olum o nəfəsinə. 1-ci qaçaq. Ay Musa, bir güldür məclisi yenə. Danış qurban olum bildiklərindən. Kürd Musa, yox, Molla Nəsrəddin deyiləm ki mən. Amma yenə də başlayır danışmağa bayaqki tonda. Yaz ola, dovğa ola, yarpızla. Yay ola, sərin sular sal buzla. Payız ola, pendir çörək qarpızla. Qış ola, isti otaq bir qızla. Gülüşürlər. 2-ci qaçaq. Ay can, ay can. 1-ci qaçaq. Yuxuna girsin. İlyas yetirib özünü artıq buradadır. Amma yenə də elə deyək də aranı qatmaqla məşğuldur. Nə deyim Eldara, bizi saldı avara. Yatağımız daşqaya, ömrümüz getdi zaya. Kürd Musa. Aşna, deyən yenə sən, yumurtası tərs gələn toyuq kimi ötürsən. İlyas. Ay Musa, düzü mən soymuşam bu işdən. Kürd Musa. Bəs sən ağa, mən ağa, inəyimizi kim sağa? İlyas. Batmaq olarmı xana? O top, tüfəng, topxana, zarafatdır ya nədir? Kürd Musa. Gədə lap divanədir. Bir gözümə doğru bax, bilirsənmi ay axmaq, könlü balıq istəyən gərək girsin dənizə. İlyas. Mat qalmışam lap sizə. Kürd Musa. Qorxutmasın səni xan. Yapışıb boğazından, boğarıq sərçə kimi. Bir də İlyas məsəl var. El yığılsa bir yerə, vallah kərən sındırar. Eldar gəlir. Eldar. Can ay Musa, gözüm Musa, sənə yoxdur sözüm Musa. Kürd qızından belə oğul. Baxın, burada belə bir ifadə var. Ki, yəni Eldar deyir ki, Kürd qızından belə oğul. Tərifləyir Musanı ki, yəni necə oldu ki, Kürd qızından belə bir oğul doğdu. Belə bir, bu da sual kimi düşə bilər Eldarın baxışı ilə bağlı. Qolunu Musanın boynuna dolayır. Ad mənimdir, hünər sənin. Yəni bu
məsələlərdə hünər sənindir, işin böyük hissəsini sən görürsən. Ad mənimdir. Kürd Musa, yox bir, sən dolama görək. Eldar, vallah düz deyirəm, pələngsən pələng. Nə qədər qurtardın sən məni dardan, qanı dizə çıxan vuruşmalardan. Qaçaqlar çoxlaşır, Eldar onlara baxıb sevinərək. Gözəl gələcəyi görürəm sizdə, dünyanın gücü var əllərinizdə. Biz ayrı düşsək də aşnadan, yardan, gərək çəkinməyək borandan, qardan. Bir də ataların bir məsəli var, şanada bal tutan barmağın yalar. Belədir ay Musa, Kürd Musa, elədir elə, hər damcı qüvvətdir bir daşqın selə. Eldar, bir ağ gün görmədi bizim sonalar, öldü diri gözlü yazıq analar. Yer şumlayan biz, onu əkən biz, böyük sarayları qurub tikən biz, qışın şaxtasında taxıl becərən, nə rahatlıq görən, nə yuxu görən, bizik biz, yenə də öldük acından, asıldıq hər zaman dar ağacından. Taladı qurd kimi eli darğalar, nə bəydə insaf var, nə xanda qan var. Nə vaxt qurtaracaq pis gündən insan? Kürd Musa, ay Eldar, doğrudan bu bəylər ki var, birazca arpası çox düşən zaman yabı cinsi kimi şıllaq atırlar. Gülüş. Eldar, indi də dişini qıcamış qacar, İranı talayan o qaç canavar, gəlir sürüsü ilə bizi soymağa, tökdüyü qanlardan içib doymağa. Şaliko, Kiçik Gürcü və Tamara həyəcanla gəlirlər. Eldar, kimsiniz qardaşlar, danışın görək. Şaliko, zalim Məhəmməd Qacar bizi soyub taladı. Of, o qanlı hökmüdar bizi oda qaladı. Çox vuruşdu Gürcülər, bəzən basılır hünər. Bu dəfə bastı Qacar, bizi əsir aldılar. Qana döndü dağdələ. Eldar, yaraşmır basılmaq qəhrəman Gürcülərə. Şaliko, oldu bir işdir bu da. Eldar, sonra Şaliko, bizi əsir aldılar, ayrıldıq obamızdan, öz isti yuvamızdan. Bu həsrətlə saraldıq, ancaq qaçıb qurtardıq. Zalimin əllərindən. Eldar, aha bildim. Şaliko, indi sən qərib görsən də bizi, gərək hər üçümüzü salamat buraxasan. Eldar, gülür. Göz üstə yeriniz var, bizim əziz qardaşlar. Tanıyıram o dağları, durna gözlü bulaqları. Çox keçmişəm hər gölündən, Gürcüstanın dost elindən. Var onlarda namus, hünər, o yediyim duz çörəklər. Unudulmaz bu dünyada, bir yaxşılıq getməz bada. Ay uşaqlar. Ağacdan asılmış toğlu cəmdəyinə işarə edərək, onu düşürün, tez olun, yaxşı bir kabab bişirin. Tamara, sağ olun, çən gəlir, hava qaralır, sonra gecikərik, gün də daralır. Eldar, ixtiyar sizindir, bizim bu dağlar, sizin evinizdir, indi uşaqlar. Aparıb ötürsünüz sizi Tiflisə. Daha doğrusu vurğunu düzləmədim. Sizin evinizdir, indi uşaqlar, aparıb ötürsünüz sizi Tiflisə. Şaliko, böyük bir yaxşılıq olar bu bizə. Eldar, yox, bu borcumdur mənim. Şalikoya, bura bax, qardaşım, mindi Şah Qacar, o sizi talayan dişi canavar, indi də göz dikib Azərbaycana. Şaliko, şahlar hökm verir gündə min qana. Eldar, bəs biz nə eləyək? Yığışın, gəlin. Qüvvəti çox olar birləşən elin. Gəlin qardaş olsun tüfənglərimiz, ilanın başını ayaqlayaq biz. Deməli, Eldar burada Gürcüləri də dəvət edir birləşməyə və mübarizəyə. Şaliko, doğrudur qardaşım, 3 günə qədər çatar köməyinə bizim dəstələr. Eldar, sizə inanıram, var olun, gəlin, tozu da qalmasın qanlı heykəlin. Şaliko, biz gedək, vaxt gecdir. Eldar, dayanın biraz. Musa, Kürd Musa, bəli. Eldar, bəri qulaq as. Götür 5-6 atları quş qanatdı, qonaqları özün apar, bir də Musa, mən ölüm, gözlə başına dönüm. Yolda izlə bir xata, toxunmasın bunlara. Kürd Musa, uşaqsan, yəni bizdə kimdənsə nəsə xahiş elində deyir, ayıb olar ki, uşaqsan, yəni elə şey ola bilməz də, mən orada olan başına bir xata gələ bilməz. Əmin edir, yəni Eldarı ki, heç nə olmaz. Şaliko, sağ olun qardaşlar. Eldar, göz üstə. Gürcüləri böyük hörmət və şadlıqla yola salırlar. Qoca bir qarı Eldarın yanına gəlir. Eldar, qarı, hardan belə? Qarı, heç, oğlum Eldar, bilirsən köməksiz olur qarlar.
Var yoxdan qalmışdı bircə inəyim, oydu gözlükdiyim, oydu köməyim. Onu da bu gecə zorla aldılar, məni diri gözlü oda saldılar. Eldar acıqlı. Kim aldı ay nənə? Qarı. Kim aldı? İlyas. Eldar İlyasa qəzəblə baxaraq. Alçaq, utanmaz. İlyas da bu soxulub dəstəyə, daha da ehtiyatlı davranmaqdan gedir qarının inəyini alır. Arşaq Eldara. Gözüm su içməyir İlyasdan düzü. Beləsi güdaza tez verər bizi. Eldar. Bu saat sal görüm tüfəngi yerə. İlyas tüfəngi atır, başını yerə dikir. Bu epizod da Namərd gülləsi əsərini xatırladır. Kərəmin mürşidin tüfəngini deməsi ki, əlindən alın tüfəngini, atını. Eldar da deyir ki, bu saat sal görüm tüfəngi yerə. İlyas tüfəngi atır, başını yerə dikir. Eldar, di get, yerin olsun o boş mağara, tüfəng yaraşmayır namussuzlara. Eldar cibindən pul çıxararaq qarıya verir. Al nənə, özünə get bir inək al. İndidən adını qoyuram Maral. Həm qafiyə olsun deyə al sözündən qəşəng bir ad da qoyur. Maral. Qarı, sənə qurban olsun bu qoca nənən, dünyada kasadlıq görməyəsən sən. Gedir. Eldar, acıqlı, İlyasa. Tufuz sənin üzünə, buna bax buna. Mən də inanmışam namərd oğluna. İlyas, qələt eləmişəm, bir xatadır bu. Bir də eləmərəm ömrüm uzunu. Eldar tüfəngi İlyasa qaytararaq azca mülayim. Axmaq, Koroğlunun bir təmiz adı xanlarda, bəylərdə tutar qoymadı. Bir də bu qələti, sözünü tutarmağa imkan vermirlər. Əli bəy tez oraya gəlir, Eldarla görüşür. Hamı yığışıb ona qulaq asır. Əli bəy, Eldar, bir qulaq as Eldar, basqına keçmişdi Məhəmməd Qacar. Atam çıxmışsa da vəzirliyindən, deyir yad əllərə keçməsin vətən. Yəni bir vəzifə kimi yox, bir vətəndaş kimi, o yerin, millətin bir nümayəndəsi kimi yenə də qeydini çəkir Vaqif o ellərin. Bilirsən, o yanır pərvanələr tək, indi nəyin varsa əskəranə çək. Qacarla vuruşun arxa tərəfdən. Deməli, qabaq tərəfdən onsuz da İbrahimin ordusu var, onlar oradan vuruşacaqlar. Siz də arxa tərəfdən vuruşun. Atamın fikrini söyləyirəm mən. Qaldı xan, həmişə əlimizdədir. Vətənin gözləri indi bizdədir. Bu yurda qoymayaq zalım Qacarı, talana getməsin ellərin varı. Yəni ki, bu dəqiqə indi xanla döyüşmək, mübarizə aparmaq vaxtı deyil. Qacarla mübarizə aparaq, onu rədd eləyək. Xan da ki, xan həmişə buradadır da, bizim əlimizdədir. Əsas Qacara qarşı döyüşmək lazımdır indi. Eldar, çox gözəl. Vaqifə ərz elə ki, sən kənara çıxmaram onun sözündən. Öz dəstəsinə dönür. Vətən torpağının böyük bir oğlu, vicdanı bir böyük eşq ilə dolu. Bizi dəvət edir qışdan bahara, azadlıq uğrunda vuruşmalara. Ura çəkib hücuma keçirlər, pərdə. Burada da 6-cı şəkil bitir. 7-ci şəkil. Dağlıqdır, arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Dağ arxasından Qacarın ordusu tərəfindən yandırılmış kəndin alovları göyə qalxır. Uzaqdan arvad-uşaq fəryadları eşidilir. Dağ başından yanan kəndin alovlarını seyr edərək Qacar, yan-yan tərlanların yaşıl yuvası, ruhuma can verir ölüm havası. Çıxsın asimana otlar, alovlar, göylərdən od töksün, yerə ruzigar. Yan, yan, kömür olsun hər qaya, hər dağ, baş əysin hökmümə bütün Qarabağ. Üssün qan içində gəlinlər, qızlar, yerdə göyərçinlər, göydə ulduzlar. Ana qarnındakı o qandanam mən, bütün kainata qan olsun kəfən. Mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Vəzir, buyruq sizinkidir, adil hökmüdar, sizdə fəzilət də, ədalət də var. Qapıçı Qacara yaxınlaşaraq. Şahim, bağışlayın hüzurinizə, bir kəndli gəlmişdir, sözü var sizə. Qacar, de gəlsin. De gəlsin. Qapıçı, gəl ata, gəl, budur Qacar. Qoca kəndli yaxınlaşır. Qoca, sizə bir sözüm var, böyük hökmüdar. Mən bu yanan kəndin ağsaqqalıyam. Ellərin dərdindən biraz halıyam. Yanır od içində körpə uşaqlar, bizim kəndlilərin nə təqsiri var? Əmr edin, dayansın yanğınlar barı, xaraba qoymayın bu obaları. Bu dağlar qoynunda aslan yatmışdır, burada Koroğlular at oynatmışdır. Qacar,
hiddətlənərək qocanın səsini kəsir. Yaxşı, sus qoca köpək, kinayə elə. Burada Koroğlular at oynatmışdır. Qacar gedir, qoca, Qacarın arxasınca. Ah cəllad bimürvət, indi qulaq as. Getdi daha, necə qulaq assın? İndi qulaq as. Süleyman dünyası sənə də qalmaz. Qalxıb gedir. Qacar yenə qayıdır. Qaya başında dayanır. Bu arada Qacarın sərkərdəsi tələsik gəlir. Sərkərdə. Şahim, arxa cəbhə çox qorxuludur. Elə bil doğrudan cahan yoludur. Eldarın dəstəsi gəlir irəli, qırır sərçə kimi bizimkiləri. Odur yaxınlaşır, gizlənin barı, tutaq qabaqdakı qayalıqları. Oralar çox bərkdir. Qacar, çəkin atları. Bir bölük göndərin arxaya sarı. Qabağı saxlasın gizlənincə biz, sərkərdə. Budur, buradadır ki əskərlərimiz. Qapçı gəlir, qapçı. Şahim, Qarabağın şeyxidir gələn. Qacar, deyə gəlsin. Şeyx bir dəstə əyan ilə gəlir. Şeyx. Ey şahim, ey fəxri vətən, sizin yolunuzu gözləyirdik biz. Sizə duaçıdır nəsillərimiz. Buyurun, qapımız açıqdır sizə, yurdu tapşırırıq əllərinizə. Qacar kinayə ilə. Yaxşı, bəs nə oldu o İbrahim xan? Şeyx, siz arxayın olun İbrahim xandan. Bu gecə qaçmışdır o Dağıstana. Qacar, ha ha ha, qaçmışdır Kələbaş dana. Yaxşı, qoşul bizə, bizimlə də get. Bu vəhşi dağlarda bələdçilik et. Şeyx, buyurun, buyurun. Gedirlər. Bir bölük əskər danışa-danışa qabağa gəlir. Teymur. Əlimiz, dişimiz, tüfəngimiz qan. Yorulub bezmədik vuruşmalardan. Dünyadan doymadı şahların gözü. Lap cana doymuşam bunlardan düzü. Əskər. Dava meydanında bir əskərik biz. Nə desə hasırıq öz sərkərdəmiz. Sən nə danışırsan? Teymur kinayəli. Bir əskərik biz. Yıxır evimizi öz əllərimiz. Axmaq, bu dediyin davalarda sən gülləyə rast gəlib it kimi ölsən, şahların keyfindən nə azalacaq? Əskər, ortaya pozğunluq gətirmə sarsaq, bizi qırıb tökür bir qaşaq Eldar. Teymur, nə qədər qırsa da onun haqqı var. Bu torpaq onundur. Əskər, aha, satqınsan. Qılınc vuruşuna keçirlər. Əskərlər toplaşıb iki tərəf olub vuruşurlar. Bu halda Eldarın dəstəsi görünür, vuruşma gedir. Teymur və bir neçə əskər Eldar tərəfə keçir. Teymur, biz də sizinləyik, gəlin qardaşlar. Eldar, and için qılınca. Əskərlər qılınca and içirlər, vuruşma davam edir. Qacarın əskərləri qaçmağa məcbur olurlar. İlyas arxadan Eldarı vurmaq istəyir, tüfəng açılmır. Və burada bir təsadüf sayəsində Eldar sağ qalır. İlyas onu vurmaq istəyir tüfənglə, amma tüfəng açılmır. İkinci dəfə atana qədər Kürd Musanın gülləsi onu yıxır İlyası. Eldar, bu nədir ay Musa? Kürd Musa, nə olacaq? Heyvan vurmaq istəyirdi səni arxadan. Eldar, yaxşı, did durmayın, dayanmaq olmaz. Kürd Musa, tələsmə, gözləyək buradaca biraz. Arxada qalanlar gəlib çatsınlar. Bu arada Əli bəy bir neçə adamla tələsik gəlir. Aya, hardasınız? Eldar, ay Eldar. Eldar, Əli bəy, sən hardan? Tez ol bir danış. Əli bəy, Eldar, daha bizə ümid qalmamış. Çəkilin meşəyə, çəkilin. Eldar, nahaq qırılmasın bizim adamlar. Eldar hirsli. Əli bəy, nə olub? Bir danış, niyə? Sən nə danışırsan? Necə geriyə? Əli bəy, qaçdı tülkü kimi, qaçdı qabaqdan. Qaçdı qabaqdan olmalıdır burada. Qaçdı İbrahim xan, açıldı yollar, bizə qəhqəh çəkib güləcək Qacar. Deməli, elə bu Əli bəyin gətirdiyi xəbərə görə, Vaqifin planına görə necə olmalıydı? İbrahim ordusu ilə ordu onsuz da qabaqda döyüşür. Arxadan da Eldargil döyüşəcəklər. Yəni, Qacarın ordusunu parçalayacaqlar. Amma İbrahim qaçdı qabaqdan. Qabaqdan o mənalı, ordunun qabağından, qabaq tərəfindən. Bunlar arxa tərəfdədirlər. Ona görə indi Əli bəy deyir ki, biz də çəkilək, boşuna qırılmasın adamlarımız. Qaçdı İbrahim xan, açıldı yollar, bizə qəhqəh çəkib güləcək Qacar. Arşaq, son dərəcə hiddətli. Ax namərd, deməli boş qaldı qabaq. Eldar, vətən torpağına xəyanətə bax. Kürd Musa, güllə qabağında canından qorxan qorumsaq. Eldar, yox, basılmaz vətən. Hələ bu dağlarda ölməmişəm mən. Durmayın, çəkilin tez meşələrə, bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik, Qacarın üstünə biz də gülərik.
Eldar gedir, adamlar da onun arxasınca geri çəkilirlər, pərdə. Burada ümumiyyətlə 3-cü pərdə də bitir və 7-ci şəkil bitir.